Venn diaqramında hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olar? Sözün təsir gücünü artıran nitq hissəsi işlənib. Birinci cümləyə baxırıq. Burada axmaqlardan çox dərin, çox sözü ədatdır, təsir gücünü artırır. Pıçıltı ilə deyilən söz, qışqırtı ilə deyilən sözdən daha uzağa gedər, daha sözdə ədatdır. Deməli, bir ortada olmalı idi. Quruluşca mürəkkəb söz müstəqil cümlə üzvüdür. Birinci cümləmizdə heç nə quruluşca mürəkkəb əvəzlidir və müstəqil olaraq tamamlıqdır. Digər cümləmizə baxırıq. Burada isə pıçıltı ilə deyilən söz, qışqırtı deyilən sözdən uzağa gedər. Burada mürəkkəb sözdən istifadə olunmayıb, deməli iki yerində işlənib. Keyfiyyət bildirən sifətdən istifadə edilib. Axmaq, ağıllı keyfiyyət bildirən sifətdir, doğrudur. Digər cümləyə baxırıq. Burada isə keyfiyyət bildirən sifətdən istifadə olunmayıb. Deməli, 3 ortaq cəhət deyil, sol tərəfə aiddir və 1 və 3-ün yeri dəyişməlidir. Tərkibində düzəltmə isim işlənib. Birinci cümləmizdə bilik sözü düzəltmə isimdir. İkinci cümləmizdə isə pıçıltı sözü, qışqırtı sözü düzəltmə isimdir və doğru verilmişdir. Təkrar edilən sözlərdən biri isimdir. Birinci cümləmizdə axmaq, ağıllı təkrar edilir və sifətdir. Digər cümləmizdə isə pıçıltı ilə deyilən söz, qışqırtı ilə deyilən sözdən daha uzağa gedər. Burada deyilən və sözləri təkrar olunur. Söz isimdir, deməli 5 də doğrudur. Bağlayıcı ilə anonim olan köməkçinin hissəsi işlənib. Söhbət ilədən gedir. İlə burada qoşmadır, həmçinin bağlayıcı ola bilir. Cavabımız 1-3 olur.